Demək ki, Tuncu, dəmiri kəşf edən insanlar daha sonra nalı düzəldərək atları nallayıb daha uzaq məsafələrə köç edə bilmişdi. Və atı bilavəstə minilməsi isə şalvarın kəşfinə gətirib çıxarmışdı. Və bu kəşf həmçinin mobil hərəkət edən insanlar üçün qılıncdan, nizədən daha çox yayın kəşfinə də gətirib çıxaracaq. Və biz ümumi mənzərəni gördükdə müəyyənləşdiririk ki, demək, türklər 4-cü, 2-ci minillikdən başlayaraq Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsindən Göyçə gölü, Urmiya gölü mərkəzinə doğru bu ərazilərin digər xalqlar tərəfindən tutulması ilə sıxışdırılmışdı və daha sonra şərqə, qərbə doğru köçlər etmişdi və Firidun Cəllovun Urmi nəzəriyyəsində müəyyənləşdirdiyinə görə iki böyük köç dalğası 4-cü, 2-ci minillik arasında baş vermişdi və 2-ci minillikdə baş verən köçlər daha uzaq məsafəyə idi. Və biz bunun arxa planında müəyyənləşdirdik ki, demək, atın evcilləşdirilməsi, öküzün evcilləşdirilməsi, arabanın düzəldilməsi, şalvarın kəşf olunması, bütün bunlar hamısı 4-cü, 2-ci minillik arasında baş vermişdi. Demək ki, türklərin də sırf uzun müddətli ərazilərdə köçəri halda yaşaması məhz bu anlayışların hamısının eyni anda istifadə edilməsi ilə bağlı olmuşdur. Lakin bütün bunların hamısının eyni anda istifadə olunması bütün türkləri köçəri mi edir, yoxsa yox? Biz artıq videonun əvvəlində də qeyd etdiyim kimi, demək, bu ərazilərdə yaşayan türklər, yəni ön şümerlər artıq o əraziyə gəlib köçmüş, lakin yerli formada yaşayan şəhər mədəniyyətləri quran türklər idi. Və eyni ilə Kutilər, Lulubilər, Turukilər, ondan əvvəlki Şümerin çağdaşı olan Arratda dövləti və bunun ardı ilə daha sonra qarşımıza çıxan Manna, Midiya, Albaniya, Atropatena, mənim etimoloji izahımla qeyd etdiyim Atropatenanın əsl türkçəsi Asurbodun dövlətləri oturaq həyat keçirən türklər, şəhər salmış türklər idi. Lakin Orta Asiya, Mərkəzi Asiya köçən türklər isə artıq köçəri həyat yaşamağa başladı.